Bismillahirrahmanirrahim. İmam-ı Sadiq aleyhisselamın hüzünlü şəhadəti münasibəti ilə bütün əhl-i beyt sevərlərə başsağlığı ərz edirəm. Bildiyimiz kimi İmam Sadiq aleyhisselam zəmanəsinin, o cümlədən İslam aləminin bu günümüzə qədər gəlib keçmiş insanları arasında ən məşhur simalardan biri olaraq tarixə həkk olmuşdur. İmam Sadiq aleyhisselamın həyatını araşdırdıqda bir neçə məsələ nisbətən qabarıq şəkildə görsənməkdədir. O cümlədə İmam Sadiq aleyhisselamın elmi yönü məzhəbindən asılı olmayaraq bütün İslam camiyyəsində geniş yayılmış mövzulardan. Kimi İmam Sadiq aleyhisselamın minlərlə tələbəsi olmuşdu ki, və bu tələbələr müxtəlif məntəqələrdən gələrək İmam Sadiqin yanında dərs oxumuşlar və İslam maarifini öz məntəqələrinə yayaraq təbliğ eləmişdilər. İmam Sadiq aleyhisselamın digər bir mühüm və diqqət olunan məsələsi təşkilat məsələsi idi. Bildiyimiz kimi İmam Sadiq aleyhisselam təşkilat yaratmışdı, təşkilat rəhbəri idi. Belə ki, İmam Xorasandan, Orta Asiyadan, Şimali Afrikaya qədər, hətta Aralıq dənizi sahillərinə qədər müxtəlif nümayəndələr vasitəsilə Ələvi məktəbinin ciddi şəkildə təbliği ilə məşğul idi və həmçinin bu coğrafi dairə çərçivəsində olan imamın nümayəndələri bir-biri ilə rabitəli şəkildə imamın fikirlərini, ideoloji düşüncələrini insanlar arasında təbliğ edirdilər. İmamın nümayəndələri əsas etibarı ilə iki işi icra edirdi. Bir, Ələvi məktəbinin ayaqda qalmasından ötürü lazım və zəruri olan maddi məsələnin icrasında iştirak edirdilər. Onlar insanlardan xumus və zəkat kimi vergiləri toplayaraq İmam Sadiq aleyhisselama, yəni Mədinəyə göndərirdilər və yaxud da İmam Sadiq aleyhisselamın məsləhəti ilə bu məktəbin inkişafından və qüdrətlənməyindən ötürü məsrəf edirdilər və ikinci tərəfi bu nümayəndələr İmam Sadiq aleyhisselam tərəfindən təyin olunduqlarına görə imamın həm şər'i, həm ictimai, siyasi fikirlərini insanlar arasında yaymaqla məşğul idilər. Yəni insanlar, xüsusən Əhl-i Beyt məktəbinin ardıcılları öz şər'i və ictimai siyasi vəzifələrini öyrənməkdən ötürü həmən nümayəndələrə müraciət edirdilər və o nümayəndələr vasitəsilə doğru, düzgün addımlar atırdılar. İmam Cəfər Sadiq aleyhisselam bu təşkilatlar vasitəsilə həm Bəni Ümeyyə hakimiyyətinə qarşı mübarizə aparırdı. Bildiyimiz kimi imamın dövrü Bəni Ümeyyənin süqut, Bəni Abbasın isə hakimiyyətə gəlmə dövrü kimi tarixdə yadda qalıb və imam bu fürsətdən istifadə eləyərək Əhl-i Beyt məktəbinin çiçəklənməsindən ötürü hər cür addımları atırdı. Həm elmi cəhətdən, həm siyasi cəhətdən bütün zəruri addımları atırdı və sözsüz ki, imamın bu addımları dövrün hakim dairələri tərəfindən də izlənilirdi. Lakin burada mühüm nöqtələrdən biri budur ki, Bəni Ümeyyənin süqutu başladığından imam nisbətən aşkar mübarizə aparırdı, ta ki Bəni Abbas hakimiyyətə gəlib öz hakimiyyətini möhkəmlədənə qədər və Bəni Abbas, Abbasilər hakimiyyətə gələndən sonra İmam Sadiq aleyhisselam öz mübarizəsini nisbətən gizlin şəkildə təqiyyə formasında davam etdirirdi. Abbasi xəlifəsi Mənsur hakimiyyətə gələndə vəziyyət nisbətən ağırlaşdı və repressiyalar dövrü başladı. İmam Sadiq aleyhisselamın özünü dəfələrlə sürgün elədilər, Hirəyə, Rumeyliyə və digər məntəqələr sürgün elədilər. Hətta bir dəfə İmam Sadiq aleyhisselam Mənsurla görüşərkən, yəni Mənsur imamı öz yanına çağırtdırıb, imama xitab eləyərək belə dedi: "Səni öldürməsəm Allah məni öldürsün." Yəni Mənsur da bilirdi ki, İmam Sadiq aleyhisselam
birbaşa Bəni Abbasla, Abbasilərlə, birbaşa xəlifə ilə mübarizə aparırdı. Məhz buna görə imam sürgünə məruz qalırdı. Məhz buna görə birbaşa xəlifə tərəfindən təhdidə məruz qalırdı və hətta bir dəfə Mədinənin hakiminə Mənsur xəbər yollayır ki, İmam Sadiqin evini yandırsın. Əgər İmam Sadiq əleyhissalam fəqət elmlə məşğul olsaydı, fəqət əhkami, fiqhi hökümləri insanlara çatdırsaydı, ictimai siyasi mövzularda olmasaydı, xilafətin əleyhinə işlər görməsəydi, o zaman onu niyə təhdid eləyirdi xəlifənin özü? O zaman niyə onu sürgün edirdilər? O zaman niyə evini yandırırdılar? O zaman niyə nəhayətdə imamı şəhadətə yetirirlər? Bütün bunlar ondan xəbər verir ki, İmam Sadiq əleyhissalam birbaşa xilafətlə mübarizə aparırdı və xəlifənin həssas olduğu mövzulara toxunaraq insanları agah eləyirdi. Təbii ki, mövzular içərisində ən həssas olan mövzu məhz imamət məsələsi idi. İmam Sadiq əleyhissalam isə bu məsələni insanlara çatdırırdı və dövrün xəlifələrinin insanların həqiqi hakimləri olduqlarını inkar eləyirdi. Əksinə, özünün və özündən öncə gəlmiş imamların imamətini insanlara çatdıraraq insanlara həqiqi rəhbərin kimliyini bildirirdi. Belə məqamlardan biri də Əmr ibn Əbu Miqdamın rəvayət elədiyi bir hadisədir ki, çox eşidilməli bir hadisədir. Həcc zamanı Zilhiccə ayının 9-u Ərəfə günü ki, insanlar uzaq nöqtələrdən həcc ziyarətinə yığışmışdılar. Uzaq Xorasandan tutmuş Aralıq dənizinə qədər bütün müsəlmanlar, əksər məntəqələrdən gəlmiş müsəlmanlar həcc əməlini yerinə yetirməkdən ötürü Ərəfat çölünə yığışmışdılar. Belə bir məqamda İmam Sadiq əleyhissalam fürsətdən istifadə edərək mühüm bir mesajı insanlara çatdırır. Belə bir məqamda söz demək o zamanın ən qabaqcıl informasiya vasitəsindən istifadə edərək söz deməkdir. Yəni orada deyiləcək söz İslam coğrafiyasına sürətlə yayılacaq. Çünki bütün məntəqələrdən insanlar ora yığışmışdılar. Ravi deyir ki, imam insanların arasında dayanıb, bacardığı qədər uca səslə hər yerdə, bütün qulaqlarda əks-səda doğurub, eşidənlər tərəfindən bütün İslam dünyasına yayılacaq fəryadla öz sözünü 3 dəfə təkrarladığını gördüm və imam hər istiqamətə bu sözü 3 dəfə deyib. Yəni 4 istiqamətə 12 dəfə bu sözü deyib. Bu həmən mesajın əhəmiyyətindən xəbər verirdi. Həmin söz nədən ibarətdir? İmam buyurur: ey insanlar, həqiqətən Allah Rasulü imam idi. Ondan sonra Əli ibn Əbi Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra Muhammed ibn Əli imam oldu. İndi isə imam mənəm. İmam əleyhissalam bu mübarək hədisi ilə Allahın yer üzərindəki höccətinin kimliyini insanlara çatdırırdı. İmam əleyhissalam bu hədisi ilə İslam coğrafiyasına, bütün müsəlmanlara həqiqi rəhbərin kimliyini çatdırırdı. Və belə bir məqamda, belə bir cəmiyyət içərisində, bu qədər insanın toplaşdığı bir cəmiyyət içərisində bu cür həssas mövzunu qabardmaq nə qədər təhlükəli bir məsələ idi. Amma İmam Sadiq əleyhissalam məhz belə bir məqamda bu fürsəti əldən vermir, bütün o təhlükələrə rəğmən insanların həqiqi rəhbərini insanlara çatdırır. Məhz bu addımlar dövrün xəlifələrini hərəkətə gətirirdi və nəhayətdə onlar imamətə qarşı amansız addımlar atırdılar. Nəhayətdə imamı digər imamlar kimi şəhadətə yetirdilər. Allah Taala bizi İmam Cəfər Sadiq əleyhissalamın imamət və vilayət yolunun
həqiqi ardıcıllarından qərar versin. Esselamu aleykum və rahmetullah.